Və əlimdə gördüyünüz cəmi 4 ədəd elektronik komponentlə hər kəsin evdə düzəldə biləcəyi, elektronik cihaz və detalları test edə biləcəyi sadə bir dövrə paylaşmaq istəyirəm sizlərlə. Dövrəmiz burada gördüyünüz kimidir. Üstündə lazım olan detallar səhəlində gördüklərinizdir. 2 ədəd tranzistor, 2 ədəd rezistor, 1 ədəd kondensator lazımdır. 2 ədəd tranzistor lazımdır. Biri PNP, biri NPN. PNP tərəfdə mən S9012 istifadə eləmişəm. Orada C də falan da yazıla bilər, amma əsas 9012 olmağıdır. NPN tərəfdə isə C945 istifadə eləmişəm. Rezistor mütləq olaraq 100 kΩ. İkinci rezistor isə 4.7 kΩ. Kondensator isə üstünə 103 yazılan hər hansı biri olar, amma tövsiyə olaraq 2A 103C qoymağınızdır. K olsa da olar yəni. Dövrəmiz isə belədir. Dövrənin hazır halını istəyirəm sizə göstərəm. Dövrəmizin hazır halı isə belədir. Baxın, mən orada tam olaraq xəritədən başa düşməzsiniz. Hazır halı belədir, burada heç nə dəymir bir-birinə bu arada. İşləmə prinsipi isə bir kolonkaya taxırsınız eynən buradan, baxın. Çıxışlardan, xəritədə göstərdiyim kimi eynən. Bir bateriya qoşursunuz bura. Və nəticə. Yəni, normalda bilirsiniz, bunlardan səs çıxmır, yəni belə tipli kolonkalardan. Bunu qoyuruq bura. İndi deyəsiniz ki, bu nə işimizə yarayır? Məsəl üçün, evdə siz bir diodu yoxlamalısınız. Əlimdə gördüyünüz bir dioddur. Və görürsünüz, bir tərəfə keçirir, keçirmir, bir tərəfə keçirir. Eynən də bu diodlar kimi. Görürsünüz, keçirmir, keçirir. Və yaxud bir tranzistor yoxlamaq istəyirsiniz. Ən maraqlısı məncə budur. Qeyri-adi. Bax, görürsünüz, tranzistorə. Baxın, o bir ayağına vuracaq, səsə baxın. Görürsünüz, səs dəyişir. Deməli, bu tranzistor işləyir. Və yaxud hər hansısa bir kondensator deyək. Məsəl üçün, bu əlimdə hal-hazırda salamat kondensatordur. Yox, bu xarab kondensatordur. Bax, görürsünüz, heç bir səs yoxdur. Əlim orada deyildi. Heç bir səs yoxdur. Bax, kontaktları tutuzduram, heç bir səs yoxdur. Salamat bir kondensatorda isə belə bir səs çıxır. Eynən belə, bax. Eynən belə bir səs çıxır. Deməli, bu kondensator işləyir. İminli bu dövrəni başqa yerlərdə istifadə edə bilərsiniz. İndi bundan sonraki videoda, bir neçə videoda bu dövrə istifadə olunacaq. Məsəl üçün, belə deyim sizə, metal detektorlarda istifadə edə bilərsiniz. Hər hansı bir, necə deyim, siqnal detektorunda falan istifadə edə bilərsiniz. Məsəl üçün, bura tok gələndə bu səs çıxarsın deyə sırf kolonka. Hazır şəkildə bazalarda var eynən belə səs çıxaran, amma ölkədə biraz tapmaq çətindir. Ən yaxşısı belə lazımsız bir sxemdən istifadə edərək düzəltməkdir. Dediyim yenə, belə bir kartların üstündə həmən kondensatorlarda, tranzistorlarda, rezistorlarda hamısı var. Ona görə deyirəm, belə detalları çölə atmayın. Baxın, eynən belədir. Baxın, dövrə belədir. Baxın. Başa düşə bilərsiniz deyə. Ayaqlar isə eynən baxın, burada necədirsə bax. Burada belədir. Yəni, nə sualınız da olsa verin. Giriş bu tərəfdədir. PNP tranzistorun emitterindən. Plus girişi, yəni müsbət girişi belə deyim. Mənfi giriş isə digər tranzistorun yenə emitter ayağındandır. Buradan eynən mənfi. Buradan isə kollektordan, PNP-nin kollektorundan, S92-dən çıxan uzun bir tərəfi kolonkanın bir ucuna gedir. Mənfi isə 2 yerə bölünür. Biri kolonkanın mənfisinə, biri isə bateriyanın mənfisinə. Buradan isə təkcə bateriyanın mənfisi qoşulur. Yəni, bu qədər. Yəni, nə sualınız olsa falan verərsiniz. Bir də ki, əsas məsələ nədir? Fərqli bir tranzistor istifadə edəcəksinizsə, çalışın 40 MHz-dən yuxarı olsun. Bir də ki, aralıqlar çox olmasın ki, rezonans yaranmasın, yəni. Səs normal çıxsın, yəni, eynən burada lazım olan qədər. Və eynən belə səs çıxmasını istəyirsinizsə, çalışın aralarında 50 MHz-dən çox olmasın. Eynən burada olduğu kimi S92 150 MHz-dir, C945 200 MHz-dir. Yəni, o qədər də bir şey eləmir, problem yaratmır.